Türk ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyi Taibin üzvləri Xocalı soyqırımının 34-cü il dönümü ilə əlaqədar Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Ziyarətdə Taib rəhbərliyi, idarə heyətinin üzvləri, Qadınlar Şurasının və Gənclər Təşkilatının təmsilçiləri iştirak ediblər. Ziyarətçilər soyqırım qurbanlarının əziz xatirəsini böyük ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüblər. Taib sədri akademik Südeyev İmamverdiyev Missiya TV-yə açıqlamasında bildirib ki, Xocalı faciəsindən 34 il keçməsinə baxmayaraq, erməni təcavüzkarlarının Azərbaycana qarşı törətdiyi faciəni heç vaxt unutmayacağıq. Bundan xalqımız nəticə çıxartmalı idi və çıxarda bildi. Görün, dövlətimizi necə qüdrətli etmək mümkün oldu və düşmanın başını əzdik. Biz o itirilən qanları yerdə qoymadıq. Həm 1-ci Qarabağ, həm 2-ci Qarabağ müharibəsində şəhidlərimizə Allah rəhmət eləsin. Onların qanı yerdə qalmadı. Bu düşman mövqedə olan bu mənfur ermənilər özləri yaratdığı nə ağır bizə qarşı düşmançılıq addımları vardısa, onun bəlasına özləri düşdü. Məcbur oldular torpaqlarımızdan tamamilə rədd olub getsinlər. Yaşasın Azərbaycan. Allah ölənlərimizi rəhmət eləsin. Gələcək üçün biz çox hər cəhətdən düşünülmüş nəticə əldə etmişik, çıxartmışıq. Bir daha xalqımızın başına belə oyun gələ bilməz. Seyrani Quliyeva, Çingiz Abdullayev, Heydər Həsənli, Missiya TV.